Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Ölkə və dünyada baş verən ən son xəbərlərin təqdimatı ilə efirdə Ekonomik istəyir. Azərbaycanda dollar manatla müqayisədə məzənnəsinin dəyişməyib. Mərkəzi Bankın bu gün olan məlumatına əsasən Amerika dolları 1,0485 manatdır. Valyuta səbətinə daxil edilən Avropanın vahid valyutası isə 0,112% ucuzlaşıb. Bu günə 1 avro 1,1291 manata bərabərdir. 2015-ci ilin mart ayında dünya bazarına ixrac olunan Azərbaycan neftinin bir barelinin orta qiyməti 57 dollar 33 sent təşkil edib. 2014-cü ilin eyni dövründə isə bu markada olan neft orta hesabla 109 dollar 53 sentə satılıb. Digər markalardan olan qara qızıl da bir il ərzində 2 dəfəyə yaxın ucuzlaşıb. Brent markalı neftin bir bareli ötən ay 55 dollar 93 sent təşkil edib. Ötən il bu göstərici 107 dollar 55 sentə bərabər olub. Novorossiysk limanı vasitəsilə neft ixracı artırılıb. Dövlət neft şirkətinin məlumatına görə mart ayında bu nəqliyyat vasitəsilə 170 min tona yaxın Azərbaycan nefti nəql olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. Ümumilikdə bu liman vasitəsilə 2015-ci il ərzində 424 min ton xam neft xarici bazarlara ixrac olunub. 2014-cü ilin 3 ayı ilə müqayisə etsək, bu göstərici də 67% çoxdur. Yaz əkinləri yaxınlaşdıqca torpaq mövzusu yenidən gündəmə gəlir. Bəs görəsən bu il necə olacaq? Torpaqlardan düzgün istifadə edə biləcəyik mi? Ölkədə kənd təsərrüfatının inkişafına mane olan amillərdən biri də əkinə yararlı torpaqların istifadəsiz qalmasıdır. Bu məsələ bəzi fermerləri narahat etməsə də dövlətin diqqətindədir. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Dövlətin əkilib biçilmək üçün verdiyi pay torpağını istifadəsiz qoyan yüzlərlə kəndli var. Yaxın vaxtlardan isə istifadəsiz torpaq qalmayacaq. Problem kökündən həll ediləcək. Hazırda Kənd Təsərrüfatı Nazirliyi belə torpaqlarla bağlı monitorinqlər aparır. Nəticələr müəyyən edildikdən sonra isə buna uyğun təkliflər paketi hazırlanacaq. Məqsəd odur ki, əgər bu torpaq suvarma şəraitindədirsə, əkinə yararlıdırsa, əkilmirsə, yəni bu nəticədə məhsul istehsalının azalmasına səbəb olur və əkin dövrəsinə qoşulduğu halda ümumi məhsul istehsalının artımından nail olmaq mümkündür. Nazirlik əməkdaşının sözlərinə görə bununla bağlı görüləcək tədbirlər zamanı dünya təcrübəsindən istifadə ediləcək. Əkinə yararlı torpaqlardan faydalanmayan kəndlinin vergisinin artırılması variantlardan biridir. Daha bir metod isə istifadəsiz qalan torpağın kəndlinin əlindən müəyyən müddətdən sonra alınması ilə bağlıdır. Ekspertlər isə hesab edir ki, hazırki durumda fermerlərin əkindən yan qaçmasının səbəbi torpağın münbitliyinin zəif olması ilə əlaqəlidir. Ona görə bu istiqamətdə işlərin aparılması daha vacibdir. Bunun üçün meliorasiya işləri həmin torpaqlarda aparılmalıdır və istifadə olunan torpaqları əlbəttə fermerlər qorumalıdır. Yəni, münbitliyinin bərpası istiqamətində bir sıra addımlar atılmalıdır. Digər tərəfdən istehsal zamanı mineral gübrələrdən çalışmalıdır ki, fermerlər istifadə etsin. Azərbaycanda 4,5 milyon hektar ərazi kənd təsərrüfatına yararlı sayılır. Hazırda bunun cəmi 30%-dən istifadə edilir. Qalan torpaqlar qışlaq, örüş və biçənək sahələridir. Əkinə yararlı torpaqların 600 min hektarı isə erməni işğal altındadır. Bundan başqa, torpaqların 42%-də şoranlaşma gedir. Bütün bunları nəzərə alanda məlum olur ki, biz torpaqlarımızın yarıdan çoxunu istifadə etmirik. Rövşən Abdurrahmanlı, Rüfət Əliyev, Lider TV. Mərkəzi Bank sədri Elmar Rüstəmov Azərbaycanın bank kredit məzənnə siyasətinə öz münasibətini bildirib. Bu bir sıra suallara cavablandırılsa da bəzi əhali arasında bəzi suallar yarandı və bunu nəzərə alaraq biz bugün bu məsələyə münasibət bildirməyə çalışacağıq. Təbii ki, qonağımız olacaq iqtisadçı, ekspert Rəşad Həsənov. Rəşad müəllim, salam. İlk sualımızı belə ünvanlamaq istəyərdik. Mərkəzi Bank sədri Elmar Rüstəmov bir məsələni xüsusilə vurğuladı. Manatla cəlb olunan kreditlər manatla da qaytarılmalıdır banklara. Əks halda bu banklar cəzalandırılacaq. Buna münasibətinizi bilmək istəyərdik. Çünki doğrudan hal-hazırda Azərbaycanda belə problem varmı? Banklar manatla kredit cəlb verib və dollarla cəlb edirlərmi? Bəli, təbii ki, bugün bu mövzu ictimaiyyəti düşündürən əsas suallardan biridir. Yəni, həqiqətən də hal-hazırda bizə gələn informasiyalara görə bəzi hallarda yəni bu daha çox da avtokreditlərdə müşahidə olunur ki, əvvəlki dövrdə müqavilə şərtlərində kreditin manatla verilməsi nəzərdə tutulduğu halda, kreditin geri ödənişi indiki halda dollarla və yaxud da ki, kredit müqaviləsinin dəyişdirilib yenidən dollar şəklində tərtib olunması təklifləri
vətəndaşları və yaxud da bir çox hallarda vətəndaşlara bu kimi təzyiqlər olur. Bu əslində Mərkəzi Bank da artıq dünən bununla bağlı öz mövqeyini ortaya qoydu. Həqiqətən də Azərbaycan bank qanunvericiliyinə görə qeyri-qanuni bir addımdır və banklar tərəfindən bu kimi addımın atılması əslində sərt şəkildə cəzalandırılmalıdır. Bu problemin qarşısı tez bir zamanda alınmalıdır ki, çünki bildiyimiz kimi bu hazırki devalvasiyadan sonraki vəziyyətdə vətəndaşların sosial problemlərinin artmasına yol açan əsas amillərdən biri sayılır. Bəs Rəşid müəllim, banklar dollarla krediti verib və indiyə kimi dolların məzənnəsi yüksələnə kimi manatla qaytarılması məqbul hesab ediblər, amma hal-hazırda artıq dollarla krediti istəyirlər. Bəs bank qanunvericiliyinə əsasən bu nə qədər düzgündür? Yox, məsələ ondadır ki, kredit müqaviləsi əgər dollarla tərtib olunubsa, yəni vətəndaşa kreditlər dollar şəklində verilibdirsə, bunun bu günə qədər manatla alınması ifadəsində biraz anlaşılmazlıq mövcuddur. Bu ondan ibarətdir ki, banka kredit ödənişi üçün gedən vətəndaş əlindəki vəsait xarici valyutada da ola bilər, manatda da ola bilər. Və əgər ödənişi manatla edirdisə, bu həmin günə olan məzənnə ilə konvertasiya olunurdu, dollara və qəbul olunurdu bankın hesabına. Yəni manatla dollarla verilən kreditin xarici valyuta ilə verilən kreditin manat şəklində yəni müqavilədə oturması və yaxud da bank hesabında oturması qeyri-mümkündür. Yəni bu gün anlaşılmazlıq ondan ibarətdir. Vətəndaş indiki halda bu kredit ödənişinə gedirsə və kredit müqaviləsində heç bir digər şərt nəzərdə tutulmursa, force major hallarla bağlı bugünkü məzənnə ilə kreditlərini verməlidir. Təbii ki, bunun ciddi fəsadları vardır. Amma yəni qanunvericiliyin tələbi budur. Və əgər biz bu zaman həm vətəndaşı və eyni zamanda bankların da vəziyyətini göz önünə gətirməliyik. Çünki banklar artıq 10 il müddətində dolların ucuzlaşmasından, dəyərini itirməsindən, manatın möhkəmlənməsindən təxminən 46% qədər itkiyə uğramışdı. Və sual ortaya çıxır. Nə üçün bu günə qədər banklar bu tendensiyanın mövcud olduğu dövrdə kreditlərini dollarla verirdi vətəndaşa, o zaman manatla verərdi ki, daha dəyərli valyutanı əldə etsin. Demək ki, banklar uzun müddətli dövrdə öz fəaliyyətlərini sığortalamaq məqsədi ilə bu addımı atırdılar və bu gün bankların heç bir problem, bankların heç bir günahı yoxdur. Lakin təbii bugünkü gündə yaranmış situasiyanı əgər Mərkəzi Bank yaradıbsa, yəni hökumət bizdə bildiyimiz kimi manatın məzənnəsi dövlət tərəfindən müəyyənləşdirilir və devalvasiya bir gecənin içində Mərkəzi Bank edibsə, bu zaman bunun sosial təsirlərini, mənfi təsirlərini nəzərə alaraq bu istiqamətdə vətəndaşların yükünü azaldacaq müəyyən bir təkliflər ortaya qoymalıdır. Bugün vaxtın uzadılması və yaxud da ki, faizlərin 3-5% azaldılması istiqamətində müəyyən təkliflər var. Lakin bu son nəticədə yəni vətəndaşın itkisini qarşılayacaq həddə deyil və ciddi kompleks şəkildə bu istiqamətdə addım atılmalıdır. Siz dediniz ki, təkliflər ortaya qoyulmalıdır ki, burada vətəndaşların itkisini müəyyən qədər qarşılayaq. Yəni bu təkliflər nədən ibarət olar? Yəni bütün hallarda dolların məzənnəsi yüksəlib. Bəli, əslində bir çox dünya ölkələrində bu kimi hallar baş verir və buna adekvat olaraq hər bir ölkə özünə xas addımlar atır. Və təcrübə ona göstərir ki, əksər hallarda ortaya qoyulan mövqe ondan ibarətdir ki, orta məzənnə ilə müəyyənləşir, dövlət tərəfindən orta məzənnə müəyyənləşir və bu orta məzənnə ilə kreditin qəbulu. Yəni Azərbaycanda təxminən söhbət ondan gedir ki, devalvasiya gününə qədər bağlanmış kredit, dollarla bağlanmış kredit müqavilələrində təxminən geri qaytarılma, sonraki dövrdə geri qaytarılma 92-95 qəpik arasında müəyyənləşdirilsin. Bu, vətəndaşın yükünü nisbətən azaldır. Lakin müxtəlif təcrübələr vardır. Məsələn, Ukraynada belə bir addım atıldı ki, Ukrayna dövləti bildiyimiz kimi 2014-cü ildə ciddi şəkildə valyutasının dəyərini itirməsi ilə üzləşdi və vətəndaşların bu yaranmış problemdə, yəni xarici valyuta ilə kredit götürmüş vətəndaşların yükünü azaltmaq məqsədi ilə onların qanunvericiliyində və eyni zamanda banklara tövsiyələrində belə bir maddə oldu ki, 2014-cü ilin yanvar ayının 31-nə qədər olan məzənnə ilə banklar kreditləri, köhnə kreditlərdən söhbət gedir ki, kreditlərin geri ödənişini təmin etsinlər. Təbii ki, bu Ukraynanı tamamilə əhatə etmədi. Ukraynada təxminən 25 bank bu təşəbbüsə qoşuldu və nəticədə məsələ ondadır ki, bugün biz həm sosial bunun təsirləri var və eyni zamanda bank sektoru bugün əgər yüksək məzənnə ilə kredit alırsa, uduşlu tərəf kimi görünür. Amma əksinə bunu düşünmək lazımdır. Nəyə görə? Çünki artıq vətəndaş o krediti geri qaytarmaq
qaytarmaq gücü yoxdur və bir neçə aydan sonra onun olan ehtiyatı da tükənəcəkdir və bu zaman banklar ciddi şəkildə problemli kreditlərlə üzləşəcəklər ki, bu da likvidliyin sonu deməkdir. Elə Mərkəzi Bank rəhbərliyi də bu məsələyə də xüsusilə toxundu ki, əgər burada faizləri aşağı salmaq və 2, 5, hətta bir neçə il daha artıq il olaraq bu kredit müddətini uzatmaq lazımdır və əks halda problemli kreditlərin həddi arta bilər. Bununla bağlı Mərkəzi Bank kommersiya banklarına öz tövsiyələrini verib. Sizin dediyiniz kimi, əgər burada vətəndaşları daha çox düşünülsə, vətəndaşların yükünü aşağı salmaq məqsədi ilə sizin dediyiniz vasitələrdən istifadə edilsə, onda biz kommersiya banklarını yük altına və yaxud da onlar risk altına salmış olmayacaq ki? Mən düşünürəm ki, hazırki situasiyada devalvasiyanın məqsədlərindən biri də məhz Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunub saxlanılması idi. Bildiyimiz kimi son 2 ay, dekabr və 2015-ci ilin yanvar ayında 2 milyard yarım və fevral ayının əvvəlində isə təxminən 1 milyard yarım vəsait xərclənmişdi bu məqsədlə. Bugün devalvasiya baş verir və Mərkəzi Bankın bu itkiləri nisbətən aşağı düşüb, təbii ki, təzyiqlər mövcuddur, amma azalıbdır. Və bunun qarşılığında Mərkəzi Bank o ehtiyatda saxladığı vəsaitlərin bir qismini güzəştli şərtlərlə, daha aşağı faizlərlə, yəni uçot dərəcəsinə uyğun faizlərlə banklara təklif edə bilər və banklar bu nisbətdə ciddi şəkildə vətəndaşın kredit faizlərini aşağı sala bilər. Söhbət təbii ki, yeni Azərbaycanda strateji ondan ibarətdir ki, kredit faizləri azalsın. Amma biz hal-hazırda əvvəlki dövrlərdə bağlanmış müqavilələrin kredit faizlərinin aşağı salınması və yenidən bu kredit şərtlərinin restrukturizasiya olunması təklif edirik. Rəşad müəllim, siz qeyd etdiniz ki, banklar 46% itkilərlə üzləşə bilərlər, amma bütün hallarda kreditləri 15-20 hətta yüksək faizlərlə indiyə kimi cəlb ediblər. Təbii ki, bu artıq başqa bir mövzudur. Məsələ ondadır ki, biz ilkin toxunmaq istəyirik ki, nə üçün banklar Azərbaycan manatının məzənnəsinin daimi yüksəldiyi bir dövrdə kreditlərini xarici valyuta ilə verməkdə maraqlı idi. Biz bu nüansa toxunurduq və əgər bu itkiləri gözə almışsa, banklar təbii ki, baş verəcəklərdən sığortalanmaq üçün bu addım atmışdılar. Amma digər məsələ ondan ibarətdir ki, həqiqətən də Azərbaycan istehlakçısı, yəni kredit istehlakçısından söhbət gedir ki, dünyanın bəlkə də ən bahalı kredit alıcılarından biridir və bu kredit faizlərinin aşağı salınması istiqamətində həm inzibati və eyni zamanda effektiv tədbirlər həyata keçirilməlidir. Və burada məsələn sual ortaya çıxır ki, banklar faizləri yüksək tərtib edirlər. Bankların kredit portfelinin formalaşmasına da diqqət etmək lazımdır. Banklar əgər 14 faizlə vətəndaşdan kredit alır, əmanəti cəlb edirsə öz kredit portfelinə, bu necə edə bilər ki, yəni bunu 11 faizlə məsələn deyək ki, Türkiyə təcrübəsinə uyğun 10 faizlə vətəndaşa kredit versin. Yəni bunun əslində bankların kredit portfelinin diversifikasiyası olunması istiqamətində ciddi addımlar atılmalıdır. Bugün Mərkəzi Bankın ehtiyatlarının nisbətən azalmasına baxmayaraq kifayət qədər imkanı vardır və eyni zamanda Azərbaycanın neft fondu vəsaitlərinin bir qismi vəsaitləri xaricdə idarə olunur ki, bunun bir qismini ölkəyə cəlb etməklə aşağı faizlərlə banklara təklif edib onların əlinə vəsait formalaşdırırıq ki, bu vəsaitləri vətəndaşlara daha aşağı faizlərlə verilsin. Nə üçün məsələn sual ortaya çıxır ki, Azərbaycanın neft fondunun vəsaitlərini hansısa İngilis vətəndaşı və ya Holland vətəndaşı nə üçün bunu 2 illik 2-3% istifadə etməlidir? Azərbaycan vətəndaşı 30% kredit istifadə edir. Üzən məzənnə siyasəti Azərbaycan manatının məzənnəsinin 20-30% aşağı düşməsi və yaxud da yüksəlməsinə səbəb ola bilər. Mərkəzi Bank rəhbərliyi bu məsələyə də xüsusilə toxundu. Ümumiyyətlə, üzən məzənnə siyasəti hal-hazır şəraitdə Azərbaycana nə verə bilər və nə vaxtdan onun tətbiqi mümkün ola bilər? Hal-hazır şəraitdə şəxsən mən üzən məzənnə siyasətinə keçidə tamamilə qarşıyam. Çünki Azərbaycan iqtisadiyyatının tərkibi, bugünə qədər qurulmuş iqtisadi model Azərbaycanda üzən valyuta sisteminə keçidə imkan vermir və buna görə də mən düşünürəm ki, Mərkəzi Bankın əslində bu istiqamətdə apardığı siyasət əslində reallığa uyğundur. Yəni, faktiki olaraq hal-hazırda 20-30% bahalaşmadan yox, 20-30% azalmadan söhbət gedə bilər. Bugün dəyər itirmədən söhbət gedə bilər. Çünki neftin qiyməti kifayət qədər azalır. Və təbii ki, o çox doğru vurgulanıbdır. Tam üzən məzənnə siyasətinə keçid təmin olunarsa, Azərbaycan valyutasının məzənnəsində, manatın məzənnəsində çox ciddi oynamalar ortaya çıxa bilər ki, bu özü Mərkəzi Bankın sədrinin də qeyd etdiyi kimi həm biznesdə və eyni zamanda sosial sferada ciddi şəkildə təzyiqlər formalaşdırar, əsəbilik, gərginlik yaradar və bu təbii ki, ölkənin hazırki iqtisadiyyatının idarə edilməsini də çətinləşdirir.
maliyyələşdirər və biznesin inkişafının qarşısını alır. Elə Mərkəzi Bank rəhbərliyi də buna qarşıdır. Ona görə də dünən münasibətini belə bildirdi. Ümumiyyətlə, yaxın dövrdə də tam üzən məzənnəyə keçid mən düşünürəm ki, Azərbaycanda hələlik mümkün deyil və bu addım atılarsa doğru olmaz. Mərkəzi Bankda maraqlı bir açıqlama da gəldi. 2016-cı ildə Azərbaycan dövlət büdcəsində neftin qiyməti $50 götürüləcək. Bəli, təbii ki, artıq Mərkəzi Bank deyək ki, və hökumət 2015-ci il müəyyən etdiyi neftin qiymətindən ortaya çıxan problemlərlə ciddi şəkildə bugün üzləşib və buradan çıxarılan, təcrübədən çıxarılan nəticə ondan ibarətdir ki, artıq reallığı daha qəbul etmək lazımdır və 2015, 2016, 2017-ci illər üçün hətta yəni üfüqdə belə neftin qiymətinin kəskin şəkildə bahalaşması, $90 çatması görünmədiyi halda bunun yəni $50 nəzərdə tutulması əslində ən optimal variantdır, amma daha yaxşı olardı ki, $45 nəzərdə tutulsun. Amma $50 özü belə büdcə xərclərinin müəyyənləşdirilməsində, dövlət büdcəsinin formalaşdırılmasında və ümumiyyətlə dövlətin fiskal siyasətinin daha doğru tərtib olunmasına 2016-cı ildə müsbət təsir edəcək. 2016-cı ildə neftin qiyməti dünya bazarlarında $60 civarında proqnoz edilib, $55-60. Yəni belə olan halda $50 optimal hesab eləmək olar. Bəs bu halda $50 götürülərsə, onda büdcənin formalaşdırılması hansı mənbələr hesabına olur? Yəqin ki, burada qeyri-neft sektorunu xüsusi təbii ki, artıq qeyri-neft sektorunda bildiyimiz kimi Azərbaycanda həm beynəlxalq təşkilatlar, həm eyni zamanda hökumətin özü də etiraf edir ki, Azərbaycanda qeyri-neft sektorunda ciddi şəkildə kölgə iqtisadiyyatı mövcuddur və bunun aradan qaldırılması istiqamətində artıq sərt addımlar atılır Vergilər Nazirliyi tərəfindən və o cümlədən dövlətin digər strukturları tərəfindən və bunun nəticəsində vergilərin, yəni ölkə iqtisadiyyatının potensial vergi imkanlarının dövlət büdcəsinə cəlb edilməsi nəticəsində bu işlərin qarşısını bir qədər almaq olar. Digər tərəfdən isə dövlətin infrastruktur xərclərini nisbətən sabitləşdirməklə, azaltmaqla, yəni artıq Azərbaycanda kifayət qədər infrastruktur xərcləri olubdur və bildiyimiz kimi 20 il bundan öncəyə nisbətən ölkənin infrastrukturu çox ciddi şəkildə dəyişilib, inkişaf edibdir və bunun qarşısını almaqla büdcəni daha optimallaşdırmaq, yəni 20 milyardlıq deyil, təxminən 13-15 milyardlıq bir büdcə ilə Azərbaycan iqtisadiyyatının bugünkü müvazinətini qoruyub saxlamaq olar. Bir sualımız da var, son sualımız qısa xahiş edərdim. Mərkəzi Bank artıq yeni ipoteka strategiyası, yeni ipoteka qaydalarının artıq hökumətə təqdim olunub. Qısa formada yeni ipoteka strategiyası nələrdən ibarət olmalı ki, həqiqətən də gənclərimiz mənzillərlə təmin oluna bilsinlər? Təbii ki, bu hazırda sosial sferada ən ciddi problemlərdən biridir və mən düşünürəm ki, hal-hazırda Mərkəzi Bank bu təklifləri irəli sürsə də bu ictimaiyyətə açıqlanmayıbdır və bunun biz detallarını bilmədiyimiz üçün bu ətrafda fikir deyə bilmirik. Amma mən düşünürəm ki, əgər biz yeni strategiya formalaşdırırsa, bu zaman həm gənclərin marağını nəzərə almalıyıq, eyni zamanda dövlət büdcəsi vəsaitlərindən daha səmərəli və effektiv istifadəni nəzərə almalıyıq ki, burada nəzərdə tutulur ki, dövlət vəsaiti hesabına binalar tikilsin və bu binalar daha aşağı qiymətə başa gəlsin və vətəndaşlara daha az vəsaitlə daha gözəl şərait təmin olunsun. Və digər tərəfdən isə ipoteka vəsaitlərinin, ipotekaya ayrılan vəsaitlərin həcminin artırılması istiqamətində və faizlərin azaldılması istiqamətində işlər aparılmalıdır. Təşəkkür edirəm Rəşad müəllim. Hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, qonağımız iqtisadçı, ekspert Rəşad Həsənov idi. Verilişimizi davam etdirik. İndi isə xarici xəbərlərə nəzər yetirək. Dünyada inflyasiya səviyyəsi böhrana qədərki minimumdək aşağı düşüb. Fevral ayına görə inflyasiya illik göstəriciyə əsasən 1% təşkil edir. Bu isə 2009-cu illə eynidir. İqtisadçıların pul kütləsinin iqtisadi inkişafa və ya inflyasiyaya gətirib çıxarmaması barədə irəli sürdükləri nəzəriyyə tamamilə özünü doğrudub. Onların fikrincə, pulların əksəriyyəti maliyyə bazarlarına yönəldilib, bu isə nə əhalinin həyatına, nə də onların tələbatına heç bir təsir göstərməyib. Böhran və böhran sonrası dövrdə dünya ölkələrinin mərkəzi banklarının uzun illər çap maşınını işə salması ümumi nəticədə arzu olunan inflyasiyaya gətirib çıxarmayıb. Amerika Birləşmiş Ştatları Federal Ehtiyatlar Sistemi, Yaponiya Mərkəzi Bankı və digər bankların atdıqları addımlar əslində varlıların daha çox varlanması, orta təbəqənin isə xeyli azalmasına xidmət edib. Ekspertlərin qənaəti belədir. Avropa İttifaqı rəsmi Moskvanın Ukraynaya qaz ixracında qiymətlərə, güzəştlərə getməsinə hazır olmasını alqışlayıb. Biz Rusiyaya ikinci növdə qazın idxalında qiymətlərə güzəşt edilməsini təklif etdik. Gazprom iyunun 30-da bu güzəştləri verməyə razılığını bildirib. Onlar qiymətlərdə $100 güzəştə gedəcəklər. Lakin şərt kimi öncədən ödəməni tələb ediblər.
Hazırda biz Avropadan orta qiyməti 280 dollar olan 45 milyon kubmetr qaz alırıq. Əgər Rusiyadan 250 dollar qaz almaq mümkünsə, məntiqlə biz bundan yararlanmalıyıq. 2015-ci ilin ilk 2 ay ərzində Rusiyadan 24 milyard dollar kapital çıxıb. Ölkənin Vneşne Ekonombank Korporasiyasının ekspertlərinin dəyərləndirmələrində belə deyilir. Bildirilir ki, bu dinamikanın davam etməsi fonunda ilin sonunadək Rusiyadan kapital axının həcmi 115 milyard dollar təşkil edə bilər. Ekspertlər Maliyyə Nazirliyinin kapital axınının 100 milyarddan aşağı, hətta 70 milyard dollar səviyyəsində olacağı barədə proqnozlarını olduqca mişbil adlandırıblar. Bankdan bildiriblər ki, artıq əhali valyuta bazarının fəal oyunçusuna çevrilə bilmir. İsveçrə Bankının nizamlayıcılarının iddialarına görə maliyyə riskləri maddələrini mürəkkəbləşdirilməsi dəqiq proqnozların verilməsinə heç də kömək eləmir. Bunu dünyanın aparıcı banklarının təcrübəsi də sübut edir. Bu ilin əvvəlində İsveçrə frankı ilə bağlı yaşananlara nəzər saldıqda qeyd etməliyəm ki, problemlərin kökü daha dərindədir. Maliyyə risklərinin modelləşdirilməsi məsələsində müəyyən həddə çatsaq da, unutmamalıyıq ki, hər şey insan amilindən də asılıdır. Bu isə fizika qanunlarından qat-qat fərqli cəhətdən. Düşünürəm ki, mürəkkəb struktur və model bolluğundan daha çox sadə metodlara arxalanmaq lazımdır. Belə vəziyyətdə proqnozların özünü doğrultma dərəcəsi yüksəkdir. Çinin təsis etdiyi Asiya İnfrastruktur İnvestisiyaları Bankının üzvü olmaq istəyən ölkələrin sayı günbəgün artmaqdadır. Portugaliyada bu banka daxil olmaq istəyən 40-dan çox ölkənin siyasına qatılmaq arzusunu bildirib. Dünya Bankı və Asiya İnkişaf Bankına alternativ kimi yaradılan yeni banka İslandiya, Macarıstan və İsraildə qoşulmaq barədə müraciət edib. Aprelin 14-də isə Rusiya quruma üzvlüyünü rəsmiləşdirəcək. Xatırladaq ki, Asiya İnfrastruktur İnvestisiyaları Bankının nizamnamə kapitalı 100 milyard dollar təşkil edir. Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde Çinin milli valyutası yuanın qurumun ehtiyat valyuta zəmbilinə daxil edilməsinin tərəfdarıdır. Amerika və Birləşmiş Ştatları isə bu addımın atılmasına etirazını bildirib. Çinin milli valyutası sayılan yuanın beynəlxalq tələblərə uyğun olması üçün Çinin hakimiyyət dairələri ölkədəki maliyyə nəzarətini azaltmalıdırlar. İlk növbədə Çin Xalq Bankı yuanın digər valyutalara nisbətdə məzənəsini üzən kursla müəyyən edilməsinə keçməlidir. Amerikaya Birləşmiş Ştatlarının şist neft inqilabı getdikcə neft şirkətləri və ixracatçı ölkələrin baş ağrısına çevrilib. Belə ki, yataqların kəşfiyyatı və emal prosesləri ekologiyaya ciddi zərər vurub. Artıq zəlzələ təhlükəsinin artması hasilatı dayandırmaq tələblərini daha da sürətləndirib. Amerika Birləşmiş Ştatlarının neft və qaz sənayesi bazar münasibətləri ilə əlaqəsi olmayan bir sıra gözlənilməz problemlərlə üzləşib. Neft hasilatçılarının fəaliyyəti səbəbindən Oklahoma ştatı çoxlu sayda zəlzələlərin epicentrinə çevrilib. Bu göstəriciyə görə ştat hətta Kaliforniyanı da ötüb. Belə ki, son 30 ildə magnituda dərəcəsi 3 baldan olan zəlzələlərin ümumi miqdarı 2 ili keçmirdi. Lakin son illər bu göstəricilər kəskin şəkildə artmağa başladı. 2013-cü ildə 585 zəlzələ qeyd alınıb. Bu il isə onların sayı 875-i keçə bilər. Mütəxəssislər bunu şist neft yataqlarının qazması zamanı texnoloji proseslərdən irəli gəldiyini bildirirlər. Onların sözlərinə görə suxurun hidroparçalama prosesi bilavasitə zəlzələnin yaranmasına təsir göstərməsə də, istifadə olunan xüsusi mayelər torpağın altında seismik fəallığın artmasına səbəb olur. Bu, öz növbəsində şist neft şirkətlərinin durumunu xeyli mürəkkəbləşdirə bilər. Bu qazma quyularının ixtisarı xərclərin artması ilə bərabər onlara qarşı məhkəmə iddialarının sayının çoxalmasına da gətirib çıxara bilər. Şist ehtiyatları üzrə Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu Continental Research şirkəti artıq bu faktı özünün maliyyə hesabatlarında gözlənilən risk kimi nəzərə alıb. Artıq bir sıra ştatlarda presidentlər də yaşanmaqdadır. Arkansas ştatında Chesapeake Energy və BHP Billition şirkətləri seismik fəallıqla bağlı iddialarda təzminat ödənilməsinə razılıq veriblər. Lakin ödəniləcək məbləğin həcmi açıqlanmayıb. Hal-hazırda qızılın qiymətində azalma qeydə alınıb, amma bu qiymət 1200 dollarlıq psixoloji həyatdan yuxarıdır. Onun bir unsiyası 1203 dollar 64 sentə təklif olunur. Bu tendensiyanı gümüşə də aid etmək olar. Metal təqribən 17 dollara satılır. Digər metalların qiymətində tendensiya müsbətdir. Neftin qiymətində də dinamika müsbətdir. Brent markalı neftin bir bareli 0,46% bahalaşaraq 56 dollar 83 sentə təklif olunur. Amerikanın New York əmtia birjasında həracə çıxarılan light neftinin qiyməti də artım edib və 49 dollar 67 sentə təklif olunur.
Avropanın vahid valyutası artım nümayiş etdirir. Bu saata avro-dollar 1.0767-dir. Dollar yen 120, funt sterling dollar isə 1.48-83-ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Qeyd etdiyimiz kimi hazırda 1 dollar 1.0485 manatdır, 1 avro 1.1291 manata mübadilə olunur. Rusiya rublu 1.8 qəpik, Türk lirəsi isə təqribən 40 qəpiyə dəyişdirilir. Dünyanın fond birjaları fərqli zonada qərarlaşıblar. Məsələn, Amerikanın aparıcı səhmləri qırmızı zonaya düşüblər. Səhmlərdən olan Yaponiya Nikkei 225-i hazırda yaşıl zonadadır. Avropa bazarlarında da nəzərə çarpacaq yüksəliş qeydə alınıb. Hörmətli tamaşaçılar, bu xəbərlə Ekonomiksin 14 buraxılışını yekunlaşdırırıq. Sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497 61 57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Liziya televiziyasına göndərə bilərsiniz. Ekonomiksin axşam buraxılışında görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.